71. Klaviaturadan A simvolu daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Sual dəyişəninə A simvolu daxil edilib, input vasitəsilə. A dəyişəninə də G simvolu daxil olunub. Düşür ifə, soruşur. Sual dəyişəninə A daxil olunub, deyirik yox. Elifə düşür. Sual dəyişəninə G simvolu daxil olunub, deyirik yox. Növbəti elifə düşür. Sual dəyişəninə A simvolu daxil olunub, deyirik hə. Hə dediyimizə görə keçir içəridəki printi yerinə yetirir. C simvolunu çap edir və elifə, elsəyə artıq baxmır. C simvolu çap olunur. 72. İkilik say sistemində verilmiş 224 rəqəmli ədəd 16-lıq say sistemində neçə rəqəmli ədədə bərabərdir? 224 ədədi yazıram bura. Bir də 224 rəqəmli ədəd. Bunlar bir-birlərindən tamamilə fərqli anlayışlardır. Məsəl üçün, 2 üstü 3 ədədi var. Bir də var, 2 üstü 3 rəqəmli ədəd. 2 üstü 3 ədədi 8 deməkdir. Bir yanında 3 dənə 0. İkilik say sistemində. İkilik say sistemində 8 yoxdur axı. 1, 0, 0, 0 deməkdir. Bunu 16-lıq say sisteminə çevirəndə bu bir dənə 8 deməkdir. Belə çeviririk də 1, 2, 4, 8. Bu 8 deməkdir 16 say sistemində. Bir rəqəmli ədəd oldu bu. İndi 2 üstü 3 rəqəmli ədəd 8 rəqəmli ədəd deməkdir. 1 və 0-lardan təşkil olmuş 8 rəqəmli ədəd. Məsəl üçün, ola bilər belə. 1, 0, 0, 1, 1, 1, 1, 0. 8 rəqəmli ədəd oldu. Keçirəndə bunu ikilik say sistemindən neyinirik? Bunu 4 ayırırıq da. Bura bir rəqəm düşür, bura bir rəqəm düşür. Bunu da 16-lıq say sistemini çevirəndə olur 2 rəqəmli bir dənə ədəd. İndi 224 rəqəmli ədəddə birlər və sıfırlardan təşkil olunmuş böyük bir ədəddir. Bunu 16-lıq say sisteminə çevirəndə 4 böləcəyik deyə bölürəm 4. 2 üstü 24 bölünsün. 4'ü də yazıram 2 üstü 2. 2 üstü 24'dən çıxılır 2, 2 üstü 22. Bu da olur D variantı. 2 üstü 22 rəqəmli ədədə bərabər olur. 73. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Belə bir siyahı verib, siyahını buradan yazacağım, nömrələmək asan olsun. 21, 51, 110, 11, 14, 65, 1000. İndidən nömrələyirəm 0, 1, 2, 3, 4, 5, 6. Bu siyahının içərisində 7 dənə element var. Siyahının uzunluğu da 7'dir. M 0'dır, I də 0 qiymətini götürüb girib while dövrə. I 0 qiyməti ilə girir. Nə qədər ki, I-nin qiyməti bu siyahının uzunluğundan kiçikdir, siyahının uzunluğu da 7'dir. Nə qədər ki, kiçikdir, düşəcək aşağı bunları yerinə yetirəcək. 7 dövr gedəcək deməli. Burada da I özünü sərbəst şəkildə bir-bir artıracaq ki, while dövrünə geri dönsün və 7 dövr getmiş olsun. İndi I 0 qiymətini götürəndə 0-cı element hansı olur? 21. Siyahının 0-cı elementi 21'dir. Götürür. Onu TR dəyişəninə sətr tipli mənimsədir. Olur 2, 1. Sonra düşür if-lə soruşur ki, bu sətirdə birlərin sayı 1-ə bərabərdirmi? Əgər bərabərdirsə, n-i-ni topla, yəni elementi topla. Əgər 1-ə bərabər deyilsə, çıx elementi. Hansı halda 1'ə bərabər olmaz? Orada 1 ya heç olmaz. Ya da 1'in sayı 2 və ya daha çox olar. Bu hallarda düşür elsəyə və elementi çıxır. İndi I 0 olanda 21'i götürür, sətr tipli mənimsədir və birləri sayır. 1'in sayı 1 dənədirsə, hə deyirsə, neyinir? M bərabərdir. M'in 0 qiymətinin üzərinə gələcək. Elementin özünü, 21'i, N-i. Sonra I bir vahid özünü artırdı, oldu 1. I 1 olanda bu dəfə 51'i götürəcək. 51'də birlərin sayı nə qədərdir? 1 dənə. Onu da toplayacaq. I oldu 2. İkinci element nədir? 110'dur. 110'da birlərin sayı 1'dən çoxdur. Else qoluna düşəcək 110 üçün və çıxacaq. I artdı, oldu 3. 3 olanda 11'i götürəcək. Siyahının 3-cü elementi.
11-də də birlərin sayı birdən çoxdur deyə bu 11-i də çıxacaq. İ olanda 4 götürəcək 14-ü. 14-də birlərin sayı bir dənədir, toplayacaq. İ 5 olanda götürəcək 65-i. 65-də ümumiyyətlə 1 yoxdur. Ona görə də 65 çıxılacaq. Nəhayət, i 6 olanda sonuncu elementi götürəcək. Burada da birlərin sayı bir dənədir deyə mini də toplayacaq. Belə, bu ədədləri toplasaq çıxsaq, hamısı bir yerdə bizə verər 900. Bu da oldu A variantı. Asan sualı idi. 74. Mini 24 rəng çalarına malik raster qrafik təsvirin informasiya həcmi 60 kilobaytdır. Bu qrafik təsvirlə müqayisədə enindəki piksel sayı 4 dəfə az, uzunluğundakı piksel sayı 16 dəfə çox olan və 2048 rəng çalarına malik digər qrafik təsvirin informasiya həcmini kilobaytla müəyyən edin. İlk növbədə bilək ki, burada 2 dənə qrafik təsvirdən söhbət gedir. Birincisi olsun bu, ikincisi də olsun bu. 2 dənə qrafik təsvir var. Birincisi 1024 rəng çalarına malik qrafik təsvirdir. Birinci qrafik təsvirdən piksellərin sayını tapın ki, çünki deyir ki, digər qrafik təsvirdə bu piksellərin enindəki piksellər 4 dəfə azalıb, uzunluğundakı piksellər də 16 dəfə çox olub. Düsturu yadıma salıram. A vurulsun B, vurulsun I bit bərabərdir həcmə. A, B-ni bilmirəm. A vurulsun B, I biti bilirəm. Çünki 1024 rəng çaları deyirsə, 10 bitlə kodlaşdırılır. Vurulsun 10 bit bərabərdir. Həcm də verilib 60 kilobayt. Yazıram 60 kilobayt. Buradan pikseli tapa bilərəm. A, B bərabərdir. 60 kilobaytı böləcəm 10 bitə. Kilobaytdan keçəcəm bitə, birinci bayta keçirəm, sonra bitə keçirəm. 6 qalır burada. Olur piksel sayı nə? 6 vurulsun 1024 vurulsun 8 piksel. Bunu elə açıq şəkildə saxlayacağım. Digər təsvirdə istifadə edəcəm. İndi bu ikinci təsvirdə bu piksel sayı, yəni 6 vurulsun 1024 vurulsun 8 sayda piksel sayının enindəki piksel sayı 4 dəfə azalıb. Ona görə böləcəm 4-ə, dəfə az deyil. Uzunluğundakı piksel sayısı 16 dəfə çoxalıb. Vurulsun 16. İxtisar aparıram. Burada qalır 4. Piksel sayı oldu. 6 vurulsun 1024 vurulsun 8 vurulsun 4. İndi bu piksel sayıda 2048 rəng çalarına malik palitrada kodlaşdırılıbsa, bura yazıram 11 bit. Vurulsun 11 bit. Və həcmini də kilobaytla istəyirsə, çevirirəm kilobayta. Bitdən gəlirəm bayta, baytdan da kilobayta. 1024'lər ixtisar gedir, 8'lər ixtisar gedir, yerdə qalır. 6 vurulsun 4, vurulsun 11. Bu da olur 264 kilobayt. C variantı. 75. Verilənlər bazasındakı cədvələ bu sorğunu tətbiq etdikdən sonra alınan cədvələ kimya sahəsi üzrə artma sırası ilə çeşidləmə tətbiq etdikdə Ceyhun haqqındakı yazı yerini necə dəyişər? Belə sorğu verib, bunu yazıram. Buradan qarışıq düşməsin. Kimya kiçikdir, bərabərdir 78. Or, fizika böyükdür 70. And, tarix böyükdür 70. Birinci mötərizənin içərisinə baxıram. Kimya 78-dən kiçik bərabərləri axtarıram. Gəlirəm kimya hissəsinə. 78-dən kiçik, 78-ə daxil olmaqla. 3-cü sətirdir, 4-cü sətirdir, bir də 5-ci sətirdir. Yazıram 3, 4, 5. Or olunur, fizika böyükdür 70 sorğusuyla. Gəlirəm fizika hissəsinə. 70-dən böyüklər 72-dir, bir də 80-dir. Olur. 2-ci və 4-cü sətirlər. Yazıram 2, 4. İndi bu nəticədən nə çıxır? Or birləşdirdiyinə görə olur 2, 3, 4, 5. Bu da əmd olunur, tarix böyükdür 70 sorğusunda. Gəlirəm tarix hissəsinə. 70-dən böyüklər 85, 86, 73, 75. Oldu hansı nömrələr? Birinci, ikinci, üçüncü və dördüncü nömrələr. 1, 2, 3 və dördüncü nömrələr. Bu nəticədən nə çıxır? Əddə özündə olanları axtarır deyə 1 olmayacaq, 5 olmayacaq. Oldu 2, 3, 4.
Kimya cədvəli üzrə belə düşürlər. 2, 3, 4. Baxaq bu nömrələrdə kimlər dayanır? 2-də dayanır Kamal, onun kimyası nə qədərdir? 80. 3-də dayanır Vəli, kimyası 78-dir. 4-də dayanır Ceyhun, onun da kimyası 65-dir. Kimyalara baxsaq 80, 78, 65. Yəni azalma sırası ilə getdi də. Birinci yerdə belə çıxır ki, Kamal dayanır, belə yüksək olduğuna görə. İkinci yerdə Vəli, üçüncü yerdə Ceyhun. İndi bu cədvəli tərsinə aparsaq, yəni artma sırası ilə aparsaq nə olacaq? 65 burada dayanacaq, 78 burada dayanacaq, 80 də burada dayanacaq da. Birinci olacaq bu, ikinci olacaq bu, üçüncü də olacaq bu. İndi Ceyhun buradaydı, burada, lap axırda. İndi çıxdı lap birinciyə. Yəni, üçüncü yerdən birinci yerə çıxdısa Ceyhun, deməli, bu iki sətir yuxarı qalxdı. Ona görə də olur B variantı. 76. HTML kod fraqmentinə əsasən web səhifədə əks olunacaq cədvəlin ikinci sütun və üçüncü sətrin kəsişməsində olan elementi müəyyən edin. Birinci bu cədvəlin sətirlərinin sütunlarını bilmək lazımdır. Neçə dənə sətri var? Teyir açılır, teyir bağlanır. Bu bunun birinci sətri. Burada da teyir açılır, teyir bağlanır. Bu ikinci sətir. Teyir açılır, teyir bağlanır. Üçüncü sətir. Teyir açılır, teyir bağlanır. Bu da dördüncü sətir. Yaxşı, hər sətirdə neçə sütun var? Bax, bunlar sütunlardır da. 1, 2, 3. Bu sətirdə 3 sütun var. Elə bu sətirdə də 3 dənə sütun var. Bunlar xanalar gedir artıq. Birinci, ikinci, üçüncü. Burada da 3 dənə sütun var. 1, 2, 3. Elə burada da 3 dənə sütun var. Birinci, ikinci, üçüncü. İndi ikinci sütun və üçüncü sətir deyirsə, bax, üçüncü sətirdəki ikinci sütun. Bax, ikinci sütun. Bu da düşür sarı yazısının üzərinə. Belə. İndi cədvəl də çəkə bilərik. Belə. Belə bir cədvəl çəkək. 4 dənə sətir çəkək cədvələ. Birinci sətir, ikinci sətir, üçüncü sətir və dördüncü sətir. Birinci, ikinci, üçüncü, dördüncü. Hər sətirdə də 3 dənə sütun var deyə hamısını belə 3 yerə böləcəm. Bu oldu birinci sütun, ikinci sütun, üçüncü sütun. Birinci sətirdə sütunlarda nə yazılıb? Yazılıb meyvə, rəngi, bir də faydası. İkincidə yazılıb alma, qırmızı, bir də vitamin. Üçüncüdə yazılıb armud, sarı, lif. Armudda lif var imiş. Dördüncüdə yazılıb nar, qırmızı, bir də antioksidan. Bunlar da antioksidantmış. İndi üçüncü sətir, ikinci sütun deyirsə, üçüncü sətir buradadır, ikinci sütun da buradadır. Düşürəm aşağı, bunları kəsişdirirəm. İkinci sütunla üçüncü sətrin kəsişməsində nə dayanır? Sarı yazısı dayanır. Ona görə də olur Y variantı. 77. 513 səhifədən ibarət olan sənədin cüt səhifələrinin hər birində 40 sətir və hər birində 32 simvol olan 1024 simvollu əlifba ilə kodlaşdırılmış mətn yazılmışdır. Tək səhifələrin hər birində isə informasiya həcmi 2 kilobayt olan təsvir yerləşdirilmişdir. Bu sənədin ümumi informasiya həcmi neçə kilobaytdır? 513 səhifə verilib, 513 səhifə. Bu səhifənin 256 dənəsi cüt səhifə olacaq, 257 dənəsi tək səhifə olacaq. İndi deyir ki, cüt səhifələrin hər birində. Ona görə 256 səhifəni işləyəcəyik birinci. 256 səhifənin hər birində 40 sətir, 32 simvol var və 1024 simvolu əlifba ilə kodlaşdırılıb, yəni 10 bitlə kodlaşdırılıb. Birinci bunun informasiya həcmini tapaq. Kilobaytla tapaq, çünki sonda kilobaytla həcmini istəyir. Çevirəm bunu kilobayta. Bitdən gəlirəm bayta, baytdan da gəlirəm kilobayta. 1024 ilə 256 ixtisar gedir, 8-i 4-ə vuranda olur 32. Yerdə qalır 400 kilobayt. Bu cüt səhifələrin. Tək səhifələrdə nə var? 257 dənə tək səhifə var. Hər birində də 2 kilobayt şəkil var. Vururam bunu 2 kilobayt. Olur 514 kilobayt.
Sonda da ümumi həcmini tapmamızı istəyir deyə 400 ilə 514-ü toplayırıq. 400-ün üzərinə 514 gələndə olur 914 kilobayt. Həcmi oldu 914 kilobayt. 78. Mətn prosesorunda hazırlanmış mətn abzası verilmişdir. Mətn abzası üzərində əməliyyatlar aparıldıqdan sonra nəticəni müəyyən edin. Kursor abzasın 3-cü sətrində yerləşdirilib və Ctrl-J klavişləri basılıb. Ctrl-J-də justify, yəni mətni hər tərəfdən dümdüz edir. Mətnin bu tərəfi hansı formadadır və hamısı bir yerdə çıxıntısız formadadırsa, mətnin bu tərəfində çıxıntısız formaya salır. Bax ki, bunu elədik. Mətni dümdüz formaya saldı. Sonuncu sətrin əvvəlindəki home sözü seçilərək Ctrl-C klavişi basılır. Ctrl-C kopyalayır. Bax, buradakı home sözü seçildi. Ctrl-C basıldısa, home sözü həm yerində qalır, həm də gedib mübadilə buferində gözləyir. Mübadilə buferində gözlədir. Bunu da elədik. Kursor ikinci sətrin sonuna gətirilir. Birinci sətr budur, ikinci sətr də budur. Gətirilir bura. Ctrl-V klavişi basılır. Ctrl-V də paste əməliyyatı yerinə yetirir, yapışdırır. Mübadilə buferinə göndərdiyimiz ən axırıncı söz home sözüdür və home sözünü gətirəcək, bura yapışdıracaq. Bunu da elədik. Və sonda da 4-cü sətr seçilir, backspace basılır. 4-cü sətr də budur, bu. Backspace basılırsa, bu sətr buradan silinir. Variantlara baxsaq, B variantını çıxacağıq. Niyə? Çünki əgər justify olunubsa, bunun bu tərəfində end sözündə sağda heç bir boşluq qalmalı deyil idi. Mətn hər tərəfdən dümdüz olmalı idi. C-ni nəyə görə çıxdıq? Çünki bu sonuncu sətr buradan silinməli idi, silinməyib. D-ni nəyə görə çıxırıq? Perform sözünün axırında bir dənə home sözü dayanmalı idi, burada yoxdur. Y-də də perform sözünün sonunda bir dənə home sözü dayanmalı idi, ona görə çıxdı. A variantı tam uyğundur, həm 3 dənə sətri qalıb, həm tərəfdən belə düzdür, həm də burada bir dənə home sözü yapışdırılmış formadadır. Oldu A variantı. 79. Alqoritmin icrası zamanı 7 dəfə BIM, 6 dəfə MID çıxışa verilib. A və B dəyişənlərinin girişə verilə biləcək ən böyük natural qiymətləri cəmini müəyyən edin. Alqoritmə baxırıq, A-ya ən böyük bir qiymət verilib. Tutaq ki, birinci A-nı tapırıq da. Və n bərabər 4 qiymətini alıb, girib dövrə. Burada soruşur ki, şərtə baxır, şərtə girib. Soruşur ki, burada A kiçikdirmi 13 vurulsun 4-dən, yəni 52-dən. Burada n qiyməti dəyişməyib deyə həmişə 13 vurulsun 4 olacaq, həmişə 52 olacaq. A kiçikdirsə 52-dən, yəni A-ya verilmiş ən böyük qiymət nə qədər ki 52-dən kiçik olacaq, düşəcək belə hə qoluna dim sözünü çap eləyəcək və A-nı 4 vahid artıracaq hər dəfə. Yəni 7 dəfə dim çap olunmalıdır. Birbaşa həllini yazmaq istəmirəm, analiz eləyək. A-nın böyük qiymətini tapırıq. Tutaq ki, A-ya ən böyük qiyməti vermişik. Bu ən böyük qiymət girir şərti yoxlayır. Kiçikdirmi 52-dən? Deyir, hə, dimi çap eləyib. Dim 7 dəfə çap olunmalıdır. Və A-nın qiymətini 4 vahid artırır. Girir ikinci dövrə. İkinci dövrdə A 4 vahid artdı da. A-nın 4 vahid artmış qiyməti ilə girir, soruşur. 52-dən kiçikdirmi? Deyir, hə deməlidir. Çünki 7 dəfə çap olunmalıdır. Dim çap olunur. Və A-nı yenə artırır 4 vahid. Girir üçüncü dövrə. A 4 artmışdı burada. Burada da 4 artdı. A 8 vahid artdı. 8 vahid artmış qiyməti ilə girir dövrə, soruşur. 52-dən kiçikdirmi? Deyir, hə, dim çap olunur. Yenə A 4 vahid artır. Girir dördüncü dövrə. A 12 artdı. Artmış qiyməti ilə girir dövrə, 52-dən kiçik olur və dimi çap edir. A-nı yenə artırır 4 vahid. 7 dövr getməliyik. 5-ci dövrə keçir. A 12 artmışdı. İndi A nə qədər artdı? 16 artdı. Bu qiymət 52-dən kiçik olmalıdır. Dim çap olunmalıdır. A da 4 vahid artmalıdır. Keçir 6-cı dövrə. 6-cı dövrdə yenə A artıq 20 artdı. 20 artmış qiymət 52-dən kiçik olmalıdır. Dim çap olunmalıdır. A bir daha 4 artır. Keçir 7-ci dövrə. 7-ci dövrdə A artıq 24 vahid artdı. 6 dəfə 4 gəldi üzərinə. Yəni 6
dəfə 4 əlavə olundu. A-nın 24 faiz artmış qiyməti 52-dən kiçik olmalıdır. Dim sözü çap olunmalıdır. Keçir yenə 8-ci dövrə. Baxıb, ox dayanmır da. Keçir yenə yoxlayır. A-nın 24 vahid artmış qiyməti kiçikdirmi 52-dən? Artıq bu şərt ödənmir deyə dim sözü çap olunmur. 8-ci dövr işə yaramır. 7 dövr getdi, dim çap olundu, artıq çıxmalıdır dövrdən. İndi A-nın üzərinə neçə dəfə 4 gəldik? A-nın üzərinə gəldik 6 dəfə 4-ü. Ta ki 52-dən kiçik olana kimi. A-nın üzərinə 24 gəldik, ta ki 52-dən kiçik olana kimi. A kiçik oldu, 52-dən 24 çıxanda olur 28. A-nın da 27-yə bərabər qiymətini götürürük. Bu da olur A-ya verilmiş ən böyük qiymət. Yəni 27-nin üzərinə 6 dəfə 4 gəlmişik, 52-dən kiçik qiymət alınır. Və yaxud da belə baxırıq. Şərt kiçikdir 52-dir də, eləmi? 52 qiymətindən bir vahid əskik götürürük. 51-i götürürük. 51, 52-dən kiçikdirmi? Sonuncu dövrə girmək üçün, yəni 7-ci dövrə girmək üçün 51-i götürürük. 51 52-dən kiçikdirmi? Deyirik, hə, və 7-ci dəfə dövrə girmiş oluruq. Ona görə də yaza bilərik belə. A-nın üzərinə 6 dəfə 4 gəlirik, bərabər olur 51-ə. A-nın üzərinə 24 gəldik, 51-ə bərabər oldu. A da bərabərdir. 51-dən 24 çıxanda 27-yə. A-nın 27 qiymətini bu cürə də tapırıq. Bunu tapdıq. İndi keçirik B-ni tapırıq. B-yə baxanda bu en burada da dəyişmiş heç vaxt. 17-ni vururuq 4-ə olur 68. B-yə verilmiş ən böyük qiymət nə qədər ki 68-dən böyük bərabərdir. Düşəcək aşağı mid sözünü çap eləyəcək və B-dən də 4 vahid çıxacaq. 6 dəfə. Hə, burada deyir ki 6 dəfə mid çıxışa verilir. Burada da 6 dövr getməlidir. İndi B-yə veririk ən böyük qiymət. Burada da ən böyük qiymət, burada A-da ən böyük qiymət veriləndə sadəcə birinci dövrdə girdi müqayisə elədi. Sonra artırdı 4 vahid. Burada da elə olacaq. Girəcək bu ən böyük qiyməti ilə dövrə, mid sözünü çap eləyəndən sonra 4 vahid azaldacaq. Burada amma azaldır. B-nin ən böyük qiyməti girir dövrə. Bu qiymət nə qədər ki 68-dən böyükdür, mid sözü çap olunacaq. 6 dəfə çap olunmalıdır. B-dən də 4 vahid azaldacaq. Keçəcək ikinci dövrə. B-nin 4 vahid azaltmış qiyməti ilə bu dəfə soruşacaq. 68-dən böyük bərabərdirmi? Hə deməliyik, çünki 6 dövr getməlidir. Mid çap olunmalıdır və B-ni yenə 4 vahid azaldır. Keçir üçüncü dövrə. B-dən artıq bir dəfə 4 çıxmışdı, ikinci dəfə də 4 çıxdı, B-dən 8 çıxmalı oldu. Bu 68-dən böyük bərabərdirmi? Deyirik, hə, mid çap olunur və B-dən bir dəfə də 4 çıxılır. Keçir növbəti 4-cü dövrə. B-dən artıq çıxıldı 12. Bu qiymət B-dən 12 çıxılanda alınan qiymət 68-dən böyük bərabərdir və mid çap olunur. B-dən yenə 4 çıxılır. Keçir növbəti 5-ci dövrə. B-dən 16 çıxıldı artıq. Bu 68-dən böyük bərabər oldu. Mid sözü çap olundu. Keçir 6-cı dövrə. Burada bir dənə B-dən 4 də çıxır. Və B-dən 20 çıxıldı. Bu qiymət də 68-dən böyük bərabər oldu. Mid çap olundu. 6 dəfə mid çap olundu. Dayanmır o. Yenə gedir 7-ci dövrdə. Burada da artıq B-dən bir dənə 4 çıxılır axı. B-dən 7-ci dövrdə neçə dəfə 4 çıxıldı? 6 dəfə. B-dən 24 çıxıldı. 7-ci dövrdə artıq şərt pozulur ki, mid sözü çap olunmuş. 7-ci dövrə də girə bilmir. 7-ci dövrə gedib sadəcə yoxlayır. O demək deyil ki, 7-ci dövrdə mid sözü də çap olunacaq. Bunu yoxladım. İndi bu B-dən 6 dəfə 4 çıxdım. Şərt pozuldu, kiçikdir 68 oldu. Yəni gedir 7-ci dövrə, görür ki, B-dən 6 dəfə 4 çıxmışam, artıq bu alınmış qiymət 68-dən böyük deyil, 68-ə bərabər də deyil, artıq 68-dən kiçik bir qiymət alınıb. Bu zaman midi çap eləyə bilmir. Bunun da böyük qiymətini necə tapırıq? Şərt 68-dir də, eləmi? 68-dən bir vahid aşağını götürürük, 67. B-dən 6 dəfə 4 çıxaram, alınar 67. Bu 67 7-ci dövrə gedəndə
67 böyükdür bərabərdir 68 şərtini pozar və 7-ci dəfə mit sözünü çapa verməyə qoymaz. B-dən çıxmışam 24-ü bərabər olub 67-yə, B də bərabərdir 67-nin üzərinə gəlmişəm 24-ü. B də bərabərdir 91. B-nin də ən böyük qiyməti 91-dir. Yəni B 91 ilə girib dövrə, nə qədər ki 91, nə qədər ki 68-dən böyük olub. Yəni 91 yox, 91 ilə girib dövrə, hər dəfə də 4 çıxılıb. 6 dəfə 4 çıxılıb. 7-ci dövrdə 68-dən kiçik olub. Ona görə 7-ci dövrdə çap oluna bilmir. İndi A-nın ən böyük qiyməti oldu 27. B-nin də ən böyük qiyməti oldu 91. Bunların cəmini istəyirdilə 27-nin üzərinə 91 gələcəm, olacaq 118. Olacaq D variantı. 80. İngilis əlifbasının kiçik, böyük hərflərindən və rəqəmlərindən ibarət məlumat aşağıdakı qaydada şifrələnmişdir. Böyük hərflər 3 mövqe sağa sürüşdürülür. Böyük hərflər 3 mövqe sağa gəlib. Kiçik hərflər 4 mövqe sola gəlib. Bu da kiçik hərflər. Rəqəmlər 5 mövqe sağa sürüşdürülür. Bu da rəqəmlər. Şifrələmədən sonra məlumat bu formada alınıbdır. İlkin məlumatı müəyyən edilir. Bu formadan, bilmirik, ilkin forma nədir? Keçib olub bu formada. B6, Y, 3, böyük F, kiçik A. Bu ikinci versiyasıdır sözün. Yəni, dəyişilib olub B6, Y3, FA formasında. Yaxşı, əvvəlki nə idi? Bunu tapmaq üçün bu şifrələmələri tərsinə tətbiq edirəm. Böyük hərfləri 3 mövqeyə sola sürüşdürürəm. Kiçik hərfləri 4 mövqeyə sağa sürüşdürürəm. Nə veribsə əksinə gedirəm. Rəqəmləri də 5 mövqe sola sürüşdürürəm. Belə eləyirəm. İndi başlayıram bu B hərfindən. Böyük hərf 3 mövqe sağa sürüşdü. Yox, böyük hərf 3 mövqe sola sürüşdü. Tərsinə tətbiq edirəm. Buranı götürürəm. Böyük hərflər yazılan əlifba budur. Sürüşdürürəm 3 mövqe sola. 1, 2, 3 gəldi, Y-ə düşdü. Bura yazıram Y. Hər hərfin öz yerinə yazıram. Bunu şifrələdim. Geçdim 6-ya. Rəqəmləri 5 mövqe sola sürüşdürürəm. Rəqəmlər olan əlifbaya baxıram. Burada 6-nı 5 mövqe sağa sürüşdürürəm. 1, yox, sola sürüşdürürəm. 1, 2, 3, 4, 5 gəldi, düşdü 1-ə. 6-nın yerinə burada 1 olur. 6-dan da qurtardıq, keçirəm Y-ə. Baxıram kiçik əlifbaya, Y-i də sürüşdürürəm 4 mövqe sağa. Burada hərfi 4 mövqe sağa sürüşdürmüşəm. Z, A, B, C. Oldu burada balaca bir C. Y də bitdi. Keçirəm rəqəmə yenə. 3-ü sürüşdürürəm 5 mövqe sola. 1, 2, 3, 4, 5 gəldi, düşdü 8-ə. Böyük F-i, böyük hərf olduğuna görə 3 mövqe sola sürüşdürürəm. Baxıram böyük hərflər əlifbasına. F-i 3 mövqe sağa sürüşdürürəm. 1, 2, 3 oldu. Böyük C hərfi. Qaldı bir dənə kiçik A. A-nı da kiçik A-nı 4 mövqe sağa sürüşdürürəm. Kiçik əlifbaya baxıram. 1, 2, 3, 4. Burada da oldu bir dənə Y hərfi. Söz beləymiş. Y1, kiçik C, 8, böyük C. Bir dənə də nə hərf oldu burada? Yox, bir rəqəm oldu. 1. Variantlara baxıram. X ilə başlamır. D yoxdur ümumiyyətlə. B hərfi yoxdur. Qalır A variantı. Y1, kiçik C, 8, böyük C və Y.